Bəli. Çox sağ olun cənab Süleymani. Əslində mən bu məsələni biraz dalıya gedirəm və Ağay Pezeşkiyanın reis cumhur seçildikten sonra sanki İran'da yeni bir dönem başlamış gibi. Ondan sonra baxırıq ki, elə hər neçə gündə bir Azərbaycan məsələsi gündəmə gəlir. Azərbaycan, hətta Ağay Pezeşkiyanın türkü şeir oxuması, nə bileyim Azərbaycan Cumhuriyyətindən gələn qonaqları xoş gəldin Türkiyə, xoş gəldin deməsi zadı filanı bəhmanı. Bunlar hamısı sanki bir hani bir məsələ icad edir İranda və niyə tərcümandan, niyə mütərcimdən istifadə olunmur deyilənə qədər söhbətlər qabağa aparılır və bunun yanında bir də bilirsiniz ki, geçmişdə bir traktörlə Persepolis məsələsi ortaya çıxdı və bu da yine hesapşödə bir bərnamədir. Sanki bir bərnamənin bu pazillərin bir-birinə yaxınlaşmasıdır. Yani sanki bir hadisə ortaya çıkacak. Çünkü bundan sonrasını da size diyeceğim. Ve ondan sonra mecliste olan 15. madde çerçevesinde Azerbaycan dilinin ve diğer İran'da yaşayan diğer halkların, diğer insanların, diğer milletlerin de öz dillerinde ders almaları, öz dillerini geliştirmesi falan bunların hamısını görürsen ki mecliste reddoldu. Mecliste %34 rəyə qarşılıq bu bərnamə rədd olundu. Amma məsələ bitmədi. Elə bir ki, zadın dalında, hani duvarın dalında məsələlər devam edir. Dünən dövlətin sözcüsü o xanım da dedi ki, xeyr, bu məsələ zaten tarixə qarışmayıb. Bu məsələ üçün dövlət böyük bir layihə hazırlayır. Əvvəlki layihə deyildi. Layihə şəklində təqdim olunmamışdı. Yox, əvvəlki zadıdır. Mesela meclis tərəfindən idi. Amma bu layihə dövlət tərəfindən, məmulən meclis tərəfindən tərhi icad olunar. Meclisdə verilən meclis nümayəndələri tərhi mətrə elərlər. Dövlət olsa dövlət layihəni meclisə verər. Və bu da sözcü xanımın da dediyinə görə büyük bir, yani çok daha əhəmiyyətli bir layihə hazırlanır və hətta bu xanımın dediyinə görə bütün diller qorunmalı, bütün dillerin qorunması ilə birlikdə Fars dilinin də hətta gəlişməsinə, Fars dilinə də köməkləşməyə bir imkan hazırlanır deyə bir söhbət dünən elədi. Və bunun yanında yine Mahmud Bilgin dostumuzun da dediyinə görə belə bu çərçivədə görürük ki, tutuklamalar şeylər də devam edir Azərbaycanlılardan və çox əcibdir ki, bu Azərbaycana yalnız dilimiz çərçivəsində deyil, siyasi görüşümüz çərçivəsində deyil, sanki mollalar arasında da bir fərq qoyulmalar var. Ağay Əzimi Qədimin o da bir ruhanidir, bir malladır. O mallanın da bilirsiniz ki bizim İran'da mallalar için məxsus bir dadgah var. Dadgah-ı bir ruhaniyet. Niye bu insanı o dadgahda muhakeme eləmirlər? Bütün mallaların yolları ayrıdır. Bütün mallaları məmulən o dadgaha çağırırlar. Ama bizim mallamızı Azərbaycan milliyyətçisi bir mallanı məmuli dadgahlara çəkirlər və cəllad tanınan sələvatını gətirirlər, ona qazi edirlər. Bəllidir ki, burada bir qərəzvərçilik var. Burada bir hani bir hesap kitap var. Bu hesap kitabın bir kısmını biz görürük. Bir kısmı da sanki pərdənin dalındadır. Hətta bu çərçivədə bizim geçen haftada bir hadise oldu. Elə o da buna bağlıdır. Bunlar birbirine bağlıdır. Hakan Fidan'ın İran İslam Cumhuriyeti'ni çok ağır bir dille intiqad tənqid eləməsi və deməsi ki canlı saxtamanda oturup ayrı adamın camine daş atma. Senin de camına daş atarlar ve senin de camın kırılar. Dikkatli ol.
Yani bu çok büyük bir sözdü. Hələ mən illərdir İran-Azərbaycan ilişkisi, İran-Türkiyə ilişkilərini aşağı yuxarı uzaqdan yaxından təqib edirəm. Belə ağır bir söz indiyənə qədər İrana deyilməmişdi ki, Hakan Fidan bunu dilə Ona gətirdi. keçəcək, ay düşdür, ona Bəli, gələcək. Xahiş bəli, edirəm. Sizdən bir dənə sual bəli. soruşurum. Başlayın. Çünki bu məhbusları burada zad edirik, Bəli. qapatırıq bu bəhsi. Əlbəttə oruçluq ayıdır. Bütün müsəlman bacı qardaşlarıma bu oruçluğun gününü təbrik deyirəm. Umud edirəm ki, bizim bütün müsəlmanlara uğurlu bir məxsusən Azərbaycan o tayına, bu tayına bunu təbrik deyirəm və umud edirəm ki, bizə uğurlu bir il olsun. Uğurlu bir gün olsun. Çünki bizim bu döyüşümüz, mücadiləmiz həm Cənubi Azərbaycanda, həm Şimali Azərbaycanda gedir. Bir də mənim diqqətimi çəkən bir Mahmud bəy deyir ki, dedilər ki, başqa bir ölkənin bayrağı yox, başqa bir ölkənin yox. Bizim elə özümüzün canımızın, ciyarımız olan Azərbaycan dövləti. Azərbaycan, mən hətta inanın bu dostlar, mən Şəms-i Təbrizi qəzetində olan hökmündə belə yazılıb, hökmlərdə. Yox, mən istəyirəm onlara cavab deyəm də. Mən Şəms-i Təbriz qəzetində o zamanları yazanda orada Heydər Əliyev Səddam Hüseyn deyil adında o zaman ki İranın qırıcı təyyarələri gedib zada təcavüz eləmişdi. Xəzərin üstündə gedib Azərbaycanın ərazisinə təcavüz eləmişdi. Onda mən yazmışdım ki, Heydər Əliyev bu millətin canıdır, ciyarıdır. Bu millətin qəhrəmanıdır. Bu millətin lideridir. Bu millətin istəkli rəhbəridir. Onun üçün bu biz hətta onların indi də buradan şahid deyərlər ki, məsələn Əli Süleymani Amerikada oturub bu sözü deyir. Yox, elə biz o İranın özünün gözünün qabağında elə Şəms-i Təbriz qəzetində əl-anda durur, mən onu eləyə bilərəm, gətirəm, göstərəm ki, orada da biz deyirdik. Amma ay düşdür, çox önəmli bir hadisə Təbrizdə baş verdi. O da 192 dənə Azərbaycanın görkəmli birinci o ustadları, universitet müəllimləri bir qol çəkdilər, hamısı bircə. Dedilər ki, ana dilinin yox, bəlkə Azərbaycan dilinin, Azərbaycan türkçəsində eğitim almağı birinci ən məhdi kudəkdən ta universiteye qədər istəyirik. Bu böyük bir dənə hadisədir ki, Azərbaycanın elitləri yığışır bir yerə, bir dənə elan verirlər. Bu bizim millətimizin, xalqımızın nəyini göstərir? Nəyini? Yəni fikirlər ikisi bir-birinin üstünə. Yəni bu kütlə deyir, tək bu dilini istəyir. Bu bizə ki deyirdilər, baxın saytı paniranist sakit olubdu bunun qabağında. Heç biri yazmır. Niyə? Buna görə ki, bu günləri bizim alimlərimiz ortaya gəlibdir. Eşq olsun o alimlər. Öpürəm onların hamısının əllərindən bir-bir. Buyurun Aydın. Sağ olun Süleyman, əslində aydının vəzifəsi budur. Aydın yol aydınlatır. Aydın yol göstərir. Eyni zamanda aydın o millətin sözüdür, ağzıdır, dilidir. O dilə gətirməlidir. O əslində o 192 danışgahı insanın tək istəyi deyil. Bu bir millətin istəyidir. Yəni bu Azərbaycanda yaşayan Azərbaycanlının illərdir arzusunu çəkdiyi və üstündə mücadilə verdiyi bir məsələdir. Və onu dində Azərbaycan ustadı, Azərbaycan aydını dilə gətirir, sağ olsun. Amma öz için deyir. O demək ki, hani Azərbaycanın istəyini dilə gətirir və bu dediğiniz kimi hani məhd-i kudək dedikləri yəni uşaq quvasından tutub ta danışqağa qədər. Əslində bu belə də olmalıdır. Bunun biz 79 il bundan qabaq əldə elədiyimiz bir haqqıdır. Milli hökumətin
birinci maddəsi bu idi. Azərbaycan dili deyirlər. Azərbaycan türkçəsi ilə məktəb olmalıdır. Azərbaycan türkçəsi ilə oxunmalı ta üniversiteye kadar. Yəni bütün bu proses Azərbaycan dili ilə geçməlidir. Və bir daha Süleyman, indi zaman hem psikologlar tarafından hem pedagoglar tarafından hem camiaşünaslar hem siyasi insanlar tarafından deyilir ki dil tek bir irtibat vesilesi değil. Dil hüviyettir. Dil bir milletin hüviyetidir. Bir millet o dille düşüner. Bir millet o dili düşündükten sonra pratiğe geçirir. Yani dil çok ehemmiyetli bir mevzudur. Yalnız bir qədim belə deyərlər, dil bir irtibat meselesidir. Bir insanların bir araya toplanıp aralarında irtibat kurar dil. Hayır, bu değil. Dil düşünce kaynağıdır. Dil o düşüncenin hatta hani yetişmesi için, düşüncenin gelişmesi için bir araçtır. O yüzden o aydınların belə bir teşebbüse, belə bir işe girişmesi tabii ki gurur vericidir. Tabii ki hamımızı gururlandırır. Ama onlar vəzifələrlə cəm veriblər. Onlar vəzifələrlə cəm veriblər. Dalında da bizler, sizler hələ, siz jurnalistler onların dalında durmalısınız. Onların isteklerini hamımız dile getirmeliyiz. Hele siyasi partiyalar, Mahmut Bilgin dostumuz ki siyasi partiyadır, bunlar da dile getir. Herkes bunu dile getirmeli. Çünkü bu bir milletin isteğidir. Hatta 192 profesorun, 192 üniversite profesorunun isteği de bir milletin isteği, milyonlar insanın isteğidir bu. Ona göre benim için çok böyle taza bir şey değil. Bu bizim tarihimizde görünüp tarihimizde insanlar bunun için kan veripler, bunun için canlarını veripler. Bu dil bizim hüviyetimizdir. Biz bir an önce bu hüviyeti kəsb zaten evet. Mevcut hüviyetimiz yok edirlər. Bunun qabağında durmalıyıq. Tabii ki durmalıyıq. Çok sağ olayı düşdür. Əlbəttə bu düzdür. Bizim borcumuzdur. Hamımızın, hər Azərbaycanın borcu. Amma bu borcu bilənlər çox həmiyyət daşıyır. Elə o profesorların çoxu oturub Şahnamə-xaniyə gedirlər. Şahnamə-xanə eləyirlər. Elə o Rəxşəndədir, ondan sonra o Seyfəddin Altaylıdır, nə mənədir, belə bu çox üzr istəyirəm bu millətə özləri mənsub edirlər. Yox, həmiyyət bilirsən nə mənədir. Deyildilər ki, bunların cayqağı yoxdur. Bunların bu zatda, bu millətin arasında payqah etudeyləri yoxdur. Bunları istəyənlər çox barmaq sanıncan adamdır. İndi lal olubdular. Dərsürət ki, bizim yüzlər dənə qəhrəmanlarımız zindanlarda can verib. Yürüş Mehrəlibəyli'nin adın gəldi. Yürüş Mehrəlibəyli bu millətin o döyünən ürəcidir. Həqiqətən mübarizəmizin sümbülləridirlər bunlar. Bunlar ulqularımızdır. Bizim qəhrəmanlarımızdır. Abbas Lesani elə ağay Əzimi qədim qəhrəman